Dövlət-vətəndaş münasibətləri Konstitusiyanın 1-ci maddəsindən hakimiyyətin mənbəyi xalqdır prinsipindən başlayır və ana qanun hər bir vətəndaşın hüquq və azadlıqlarını, həmçinin rifahını təmin etmək üçün dövlət orqanlarının üzərinə mühüm vəzifələr qoyur. Konstitusiyon öhdəliklərinin yerinə yetirilməsində vətəndaş müraciətləri xüsusi yer tutur. Çünki hər bir cəmiyyətin yaşadığı real vəziyyəti və dövlətin sosial, iqtisadi və idarəetmə siyasətinin nəticələrini özündə əks etdirir. Yəni, vətəndaş müraciətləri dövlət siyasətinə ictimai münasibətin barometridir. Onun forması, təqdim olunma üsulları, baxılma müddətləri və nəticələri dövlət idarəçiliyinin effektivliyini ölçən əsas indikatordur. Yəni, yalnız fərdi problemlərin həlli vasitəsi deyil, eyni zamanda dövlət üçün mühüm əhəmiyyət daşıyan məlumatların mənbəyidir. Dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində keçidi, dövlət xidmətlərinin təkmilləşdirilməsini, vətəndaşların dövlət qurumlarının kommunikasiya xətlərinə əlçatanlığını tələb edir. Ali İcra Hakimiyyətinin başçısı kimi cənab prezidentə, hörmətli 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarına edilən müraciətlər ümumilikdə ölkəmizdə illik milli müraciət yükünü formalaşdırır. Hər il ölkə başçısına ünvanlanan 100 minlərlə müraciət, daxili işlər orqanlarına edilən çağrı mərkəzləri və elektron sorğuların 3 milyona yaxın olduğunu, eləcə də müxtəlif hökumət qurumlarına yönələn çox milyonlu vətəndaş ərizələri dövlətin ictimai yükünü real görməyə imkan verir. Azərbaycan Respublikası Milli Məclisinə il ərzində daxil olan müraciətlərin sayı və xarakteri göstərir ki, parlamentin üstünə müraciət edən vətəndaşların spektri kifayət qədər genişdir. Analitik məlumatlara əsasən il ərzində Milli Məclisə 10 minlərlə müraciət daxil olur. Təkcə fərdi şikayətlər deyil, eyni zamanda sosial-iqtisadi təşəbbüslər, qanunvericilik təklifləri, hüquqi məsələlər və ictimai əhəmiyyətli problemlər də burada yer alır. Azərbaycanın yeni rəqəmsal arxitekturasına həsr olunan müşavirədə ölkə başçısı İlham Əliyev bəyan etdi ki, bütün dövlət qurumlarının vahid elektron hökumət platformasında fəaliyyət göstərməsi vacibdir. Doğrudan da bir-birindən ayrı parçalanmış sistemlərin aradan qaldırılması məlumatların inteqrasiyasına və dövlət siyasətinin effektivliyinə təsir göstərir. Müzakirəyə çıxarılan vətəndaşların müraciətləri haqqında qanun layihəsində dəyişikliklər dövlət-vətəndaş münasibətlərini əlçatan, şəffaf və nəticə yönümlü edir. Elektron hökumət informasiya sistemi üzərindən müraciətlərin hüquqi bazaya daxil edilməsi artıq uzun müddətli tətbiq olunan rəqəmsal idarəetmənin normativ çərçivələrini daha da genişləndirir. Komitədə müzakirələr zamanı vətəndaşların elektron resurslara çıxış imkanlarının qeyri-bərabər olması və inklüzivlik problemləri, asan və ya DOS mərkəzlərində insanlara müraciətlərin göndərməsi üçün şəraitin yaradılması, hər bir nazirin və ya yerli hakimiyyət orqanlarının bölgələrdə vətəndaş qəbullarının xüsusi qrafiklə davam etdirilməsi zərurəti və sair təklifləri də yer almışdır. Lakin, layihənin mahiyyətini bir cümlə ilə ifadə etməli olsaq, deməliyik ki, sənəd əyani vətəndaş qəbullarını nəinki istisna eləmir, tam əksinə fiziki görüş və ünsiyyətin operativ təşkilinə kömək eləyir. Maddə 3-də elektron müraciət anlayışı genişləndirilir və onun EHİM üzərindən təqdim olunan müraciətlərin daxil edilməsi burada yer alır. Dəyişiklik faktiki olaraq dövlət orqanlarına edilən müraciətlərin vahid platforma üzərindən idarə olunmasına hüquqi zəmin yaradır. Vətəndaş ayrı-ayrı qurumların saytlarını axtarmağa məcbur qalmır. Vahid sistem vasitəsilə bunu eləyir. Bu əslində vaxt itkisini də azaldır və dövlət xidmətlərinə əlçatanlığı artırır. 6-cı maddədə edilən dəyişikliklər də genişdir. Burada vətəndaşın cavablandırma üsulunu seçmək hüququ tanınır və onu təbii ki, FİN və ya VÖN əgər o hüquqi şəxssə identifikasiya məlumatlarını daxil etməklə əldə eləyə bilər. Xüsusilə elektron sənədlərin təkmil sertifikatı 4,3 milyon ümumi rəqəmlərdə deyilirsə, elektron imza vasitəsilə də həyata keçirilir və bu da təbii ki, saxtakarlıq risklərinin də qarşısını alır. Təbii ki, burada sadəlik prinsipinin əsas götürülməsi də mühümdür. 6, 7 və 7-6-cı maddələrdə burada cavablandırma mexanizmləri dediyimiz kimi əksini tapıb, 11-4-cü maddəyə görə diqqətinizi yönəltmək istədiyimiz mühüm məsələ vətəndaşların qəbula yazılması ilə əlaqədardır.
Əvvəlki qaydalardan fərqli olaraq artıq yalnız fiziki şəkildə deyil, həm də müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatı və EHİS üzərindən, yəni elektron hökumət üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçərək bu qəbulu qazanmaq mümkündür. Bu da dediyimiz kimi yenə də vaxt itkisinin qarşısını alır. Nəticə etibarilə təqdim olunan dəyişikliklər dövlət idarəçiliyində məsuliyyətin və vətəndaş mənafelərinin qorunmasına, onların müraciətlərinin vahid platforma üzərindən idarə olunmasına və xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.